Səhər zəncili saat çalır, qulağınızın dibində o tanış əsəb pozan səs gəlir. Gözlərinizi açırsınız, bədəninizdə sanki bir tonluq ağırlıq var. Əllərinizi, ayaqlarınızı tərpətmək belə böyük bir güc tələb edir. İlk düşündüyünüz şey nə olur? Görəsən zəncili saatı 10 dəqiqə təxirə salsam nə olar? Beyninizi toparlaya bilmirsiniz. Yataqdan qalxırsınız, amma sanki bədəniniz oyansa da şuurunuz hələ də yuxudadır. Öz-özünüzə deyirsiniz. Yəqin dünən gec yatmışam. Gecə 12-də yatmışdım. Gərək 11-də yatardım. Amma fərqinə varırsınız ki, keçən həftə sonu tam 9 saat, bəlkə də 10 saat yatmışdınız. Amma yenə də eyni yorğunluqla oyanmışdınız. Gün başlayır, işə və ya dərsə gedirsiniz. Saat 1-2 iradələrində, xüsusən də nahar yeməyindən sonra göz qapaqlarınız ağırlaşır. Diqqətinizi bir nöqtəyə toplamaq imkansızlaşır. Beyninizin içində sanki sıx bir duman var. İkinci fincan kofe içirsiniz. Bəlkə bir enerji içki alırsınız. Bu sizə cəmi 30 dəqiqəlik saxta bir enerji verir. Sonra isə əvvəlkindən də bərbad bir çöküş yaşayırsınız. Ətrafınızdakı insanlara baxırsınız. Hər kəs enerjilidir. Gəzir, işləyir, qaçır. Siz isə günün sonunu zorla çatdırırsınız. Kimsə şikayətlənəndə aldığınız cavablar həmişə eynidir. Çox işləyirsən, get biraz dincəl və ya bazar günü bütün günü yad keçəcək. Ya da ki, ən pisi özünüzü tənbəl hesab etməyə başlayırsınız. Yaxınlarınız, bəlkə də özünüz düşünürsünüz ki, siz sadəcə iradəsizsiniz, tənbəl bir insansınız. Amma gəlin sizə bir həqiqəti deyim. Siz tənbəl deyilsiniz və yaşadığınız şey sadəcə bir az yuxusuz qalmaq da deyil. Əgər siz hər gün həftələrlə, aylarla bu tükənmək bilməyən yorğunluğu yaşayırsınızsa, bu sizin xarakterinizin zəifliyi deyil. Bu bədəninizin hüceyrə səviyyəsində sizi qışqıraraq göndərdiyi bir imdad çağırışıdır. Bədəniniz sizə deyir ki, mənim içimdə bir şeylər düzgün işləmir. Və sən mənə sadəcə get yat deməklə bu problemi həll edə bilmirsən. Bugün biz kanalımızda məhz bu mövzunu tam xırdalıqlarına qədər açacağıq. Həkimlərin, alimlərin və biologiyanın bizə göstərdiyi, amma gündəlik təlaşda diqqət etmədiyimiz 5 böyük daxili səbəbi addım-addım təhlil edəcəyik. Niyə yatdıqca daha çox yorğunluq? Niyə kofe bizə kömək etmir? Və ən başda bu vəziyyətdən çıxmaq üçün real olaraq biz nə etməliyik? Yorğunluq dedikdə çox insanın ağlına gələn ilk şey əzələlər olur. Ayaqlarım ağrıyır, qollarımda taqət yoxdur. Amma biologiya bizə başqa şey deyir. Əslində enerji dediyimiz şey əzələdə yox, hüceyrənin daxilində yaradılır. Bizim trilyonlarla hüceyrəmiz var və hər bir hüceyrənin daxilində mitoxondri adlandıran mikroskopik orqanellər, yəni balaca enerji stansiyaları mövcuddur. Bu mitoxondrilərin işi nədir? Onlar sizin yediyiniz qidaları və aldığınız oksigeni götürür, onları emal edir və bədənin istifadə edə biləcəyi biolojik enerji valyutasına, yəni ATP-yə çevirir. Yəni siz nə qədər sağlam görünürsünüz görünür, əgər mitoxondriləriniz düzgün çalışmırsa sizin enerjiniz ola bilməz. Bu mühərriki sıradan çıxmış bahalı bir idman maşınına bənzəyir. Çöldən çox gözəl görünür, amma bakı benzinlə doludur. Amma mühərrik yanacağı enerjiyə çevirə bilmir. Bəs biz gündəlik həyatımızda bu mitoxondrilərə necə zərər vururuq? Niyə bizim enerji stansiyalarımız sıradan çıxır? Birincisi və ən əsası qidalanma formamızdır. Müasir dünyada biz normadan çox işlənmiş karbohidrat və şəkər qəbul edirik. Məlumatları, şirniyyatlar, fast food, qazlı sular. Siz gün ərzində tez-tez şəkərli qidalar yeyəndə qanda insulin hormonu kəskin şəkildə qalxır. Bədən bu qədər böyük şəkər dozasını emal etməkdə çətinlik çəkir. Hüceyrələr artıq insulini qəbul etmək istəmir. Buna elmdə insulin müqaviməti deyilir. Şəkər qanda qalır, hüceyrənin daxilinə keçə bilmir. Nəticədə nə olur? Siz yemək yeyirsiniz, mədəniz doludur. Qarnınızda şəkər var, amma hüceyrələriniz azdır. Məhz buna görə də böyük bir porsiya yemək yedikdə 30 dəqiqə sonra üstünüzə dağ kimi yuxu çökür. Bədən bütün enerjisini o qədər qandakı toksik şəkəri təmizləməyə xərcləyir. Mitoxondrilər isə həddindən artıq yükləndiyi üçün özünü qorumaq məqsədi ilə fəaliyyətini zəiflədir. İkincisi, mitoxondrilərin işləməsi üçün müəyyən mikroelementlər lazımdır. Məsələn, maqnezium və konezium. Əgər bədəndə maqnezium çatışmırsa, mitoxondri molekulunu stabilləşdirə bilmir. Siz istədiyiniz qədər dincəlin. Hüceyrə səviyyəsində o enerji qığılcımı çaxmır. Müasir torpaqlarımız zəiflədiyi üçün yediyimiz tərəvəzlərdə də maqnezium əvvəlki kimi çox deyil. Biz həm pis qidalanırıq, həm də hüceyrələrimizi lazımi maddələrdən məhrum edirik. Nəticədə
mitokondri yaranır və xroniki hüceyrə yorğunluğu. İndi isə gələk ikinci, bəlkə də ən böyük problemlərdən birinə. Hər şeyi anlayıram, amma başım işləmir, fikrimi toplaya bilmirəm, unutqan olmuşam. Sanki beynimin içində duman var. Bu cümləni neçə dəfə demisiniz? Elmdə buna brain fog, yəni beyin dumanı deyilir. Bəs bu beyin dumanı haradan yaranır? Niyə bəzən 8 saat yatsaq da beynimiz sanki bütün gecəni ağır riyazi tənliklər həll edilmiş kimi yorğun olur? Bunu anlamaq üçün beynimizin unikal bir sistemini tanımalıyıq. Limfatik sistem. Bizim bədənimizdə limfa sistemi var. Toxumalardakı zibilləri, toksinləri toplamaq üçün. Amma uzun müddət alimlər düşünürdü ki, beynin limfa sistemi yoxdur. Ancaq son illərdə aparılan neyrobiyoloji araşdırmalar göstərir ki, beynin xüsusi bir təmizlənmə mexanizmi var. Gün ərzində beynimiz trilyonlarla neyron bağlantısını qurur, düşünür, qərarlar verir. Bu proses zamanı beynin hüceyrə arası məkanında zərərli zural toplantıları, toksinlər toplanır. Bu bir növ fabrikin gün ərzində buraxdığı zibil və tüstüdür. Bəs beyin bu zibilləri necə təmizləyir? Məsələ burasındadır ki, beyin gündüz vaxtı siz oyaq ikən bu təmizləməni apara bilmir. Çünki bütün resursları sizin düşünməyinizə, görməyinizə, hərəkət etməyinizə xərcləyir. Beyin yalnız və yalnız sizin dərin yuxuda olarkən təmizlənir. Dərin yuxu fazasına keçdiyiniz zaman beyin hüceyrələri təxminən 60% kiçilir. Hüceyrələr arasında məsafə yaranır və onurğa beyni mayesi beynin daxilində sürətlə axaraq gün boyu toplanmış bütün o zülal zibillərini, toksinləri yuyub aparır. İndi isə diqqətlə düşünün. Biz hər gecə nə eləyirik? Yatmazdan 1 saat, bəlkə də 5 dəqiqə əvvəl qədər telefonun ekranına baxırıq. Yataqda uzanıb sosial şəbəkələrdə çaxları vərəqləyirik. Telefon ekranından, televizordan gələn o göy işıq, yəni ingilis adı, elmi adı blue light, gözlərimiz vasitəsilə birbaşa beynin epifiz vəzisinə çatır. Beyin bu işığı görəndə nə düşünür? O elə bilir ki, çöldə günortadır, günəş çıxıb. Nəticədə bədənin təbii yuxu hormonu olan melatonin ifrazı anında dayanır. Siz telefonu kənara qoyub gözlərinizi yumursunuz. Yarım saat sonra yuxuya getdiyinizi düşünürsünüz. Bəli, fiziki olaraq yatırsınız, amma beyniniz melatonin çatışmadığı üçün dərin yuxu fazasına keçə bilmir. Siz gecə boyunca səthi yuxuda olursunuz. Glifmatik sistem də işə düşmür. Onurğa beyni mayesi beyni yuya bilmir. Yəni o zibilləri sizin beyninizdən təmizləyə bilmir. Səhər saat 8-də zəngin saat çalır, siz oyanırsınız. Amma beyniniz daxili dünənki zibillərin, toksinlərin içində batır. Məhz o beyin dumanı, baş ağrısı, diqqətsizlik, yəni məlumatı qavraya bilməmək halı gecə beyninizin təmizlənməsinin birbaşa nəticəsidir. Yəni məsələ neçə saat yataqda qalmağınız deyil, beyniniz o təmizləmə imkanını verib verməməyinizdir. Bəzən insanlar deyir ki, mən həkimə getdim, ümumi qan analizi verdim. Həkim dedi ki, qanın faizi yaxşıdır, heç bir problem yoxdur. Amma insan özünü yorğun hiss etməyə davam edir. Bəs buna səbəb nədir? Çünki standart ümumi qan analizi çox vaxt bədəndəki gizli acılığı göstərmir. Gəlin bədənimizin daxilində o görünməz enerji oğrularına tək-tək baxaq. Birinci görünməz oğru ferritin çatışmamazlığı. Ferritin. Çox vaxt həkimlər hematokritə və ya hemoqlobinə baxır. Hemoqlobin normasındadırsa qanın yaxşıdır deyirlər. Amma hemoqlobin qandakı anlıq dəmirin, yəni ferritinin isə bədənin dəmir ehtiyatıdır. Amma dəmir nə iş görür? Dəmir bədəndə oksigen daşıyan gəmi kimidir. Ağciyərlərinizdən oksigeni götürür, beyninizə, əzələlərinizə, mitoxondrilərinizə aparır. İndi isə təsəvvür edin. Hemoqlobininiz normada ola bilər. Amma ferritin anbarını sıfıra yaxındır. Bu o deməkdir ki, bədəniniz hər an böhran rejimindədir. Hüceyrələrinizdə kifayət qədər oksigen çatmır. Oksigen olmayan yerdə isə enerji istehsalı imkansızdır. Siz faktiki olaraq 24 saat boyunca mikroskopik səviyyədə boğulursunuz. Xüsusilə qadınlarda ferritin düşüklüyü çox yayğındır və xroniki yorğunluğun bir nömrəli səbəblərindən biridir. İkinci gördüyümüz oğru isə D3 vitamini. D3. D vitamininə həkimlər artıq sadəcə vitamin kimi baxmır. O bədənimizdə bir prohormon rolunu oynayır. D vitamini bədəndə 2000-dən çox genin fəaliyyətini tənzimləyir.
İmmunitetdən tutmuş əhval-ruhiyyəyə və enerji mübadiləsinə qədər hər şey D vitaminindən asılıdır. Əgər sizin D vitamininiz düşüksə, məsələn 20-dən aşağıdırsa, bədənin bütün sistemləri təcili qənaət rejiminə keçir. Beyin bütün lazımsız xərclərini bloklayır. Siz özünüzü həvəssiz, halsız və depressiv hiss edirsiniz. Üçüncü görünməz oğru isə B12 və qalxanvari vəzi, yəni tiroid hormonlarıdır. B12 vitamini sinir sisteminin qoruyucu təbəqəsini formalaşdırır. B12 çatışmayanda sinir impulsları ləngiyir, bədən reaksiyaları zəifləyir. Qalxanvari vəzi isə bədənin metabolik pedalıdır. Əgər tiroid hormonlarınız, yəni TSH, T3, T4 az istehsal olunursa, bədəndə hər şey ləngiyir. Həzmləngiyir, ürək döngüsü zəifləyir, saçlar tökülür, metabolizm dayanır və siz davamlı olaraq üşüyürsünüz və yorulursunuz. Dördüncü və ən təhlükəlisi adrenalin tükənmə, yəni böyrəküstü vəzi yorğunluğu. Müasir həyat streslə doludur. İş qayğıları, maliyyə çətinlikləri, şəxsi münasibətlər, sonra xəbərlər, biz davamlı stres altındayıq. Siz stresə düşəndə böyrəküstü vəzləriniz, yəni kortizol və adrenalin hormonlarını ifraz edir. Bu hormonlar təkamül cəhddən bizi təhlükədən qorumaq üçündür. Qədimdə insanı bir ayı ilə qarşılaşanda kortizol qalxırdı. İnsan ya qaçırdı, ya da döyüşürdü və məsələ bitirdi. Amma müasir insan hər gün, hər saat sanki ayı ilə qarşılaşmış kimi xronik stres yaşayır. Böyrəküstü vəzləriniz davamlı olaraq kortizol pompalamaqdan yorulur. Aylar, illər keçir və nəticədə böyrəküstü vəzlər tükənir. Buna adrenalin fatiqi deyilir. Artıq bədəniniz səhərlər sizi oyandırdıqda o təbii kortizol sırayışını verə bilmir. Siz səhər çarpaydan qalxa bilmirsiniz. Gün boyu boşalmış batarya ilə gəzirsiniz. Gəlin, indi isə çox insanın heç ağlına gətirmədiyi bir orqanizma nəzər salaq. Mədə-bağırsaq sistemimizdə. Son illərin elmi kəşfləri sübut edir ki, bağırsaqlarımız sadəcə yediklərimizi həzm edən bir boru deyil. Bağırsaq bizim ikinci beynimizdir. Bağırsaq divarlarında 100 milyonlarla neyron var və bağırsaqlarımızda trilyonlarla mikroorqanizm, bakteriya yaşayır. Buna bağırsaq mikrobiomu deyilir. Bəs bunun bizim yorğunluğumuza nə əlaqəsi var? Yəni bağırsaqlarımız bizim gün ərzində yorğun olmağımızın necə bir təsiri ola bilər ki? Deməli belə, əlaqəsi düşündüyünüzdən də dərin və birbaşadır. Birincisi, bizi xoşbəxt, enerjili, motivasiyalı edən və gecə rahat yatmağımıza kömək edən serotonin hormonunun təxminən 90%-i beyninizdə yox, məhz bağırsaqlarınızda istehsal olunur. Əgər sizin bağırsaq floranız pozulubsa, yəni faydalı bakteriyalar azalıb, zərərli göbələklər və bakteriyalar çoxalıbsa, serotonin istehsalı kəskin şəkildə düşür. Siz özünüzü səbəbsiz yerə, yorğun, qayğılı və depressiv hiss etməyə başlayırsınız. İkincisi isə sızdıran bağırsaq sindromu. Yəni elmi adı Lucky Gut. Biz yanlış qidalananda, çoxlu antibiotik qəbul edəndə, xroniki stres yaşayanda bağırsaq divarlarındakı hərəkətli süzgəclər zədələnir. Bağırsaq divarı seyrəlir, nəticədə həzm olunmuş yemək qalıqları, toksinlər və zərərli bakteriyalar bağırsaqdan birbaşa qana sızmağa başlayır. Qanda yad maddəyə keçən kimi bədənin immun sistemi dərhal həyəcan təbili çalır. Qana düşmən daxil oldu. İmmunitet bütün gücünü toplayır və bədənin hər yerinə bu düşmənlərlə döyüşməyə başlayır. Buna elmdə xroniki aşağı dərəcəli iltihab deyilir. İndi isə baxın, bir anlıq gözünüzün qabağına gətirin. Bədəninizin daxilində 24 saat fasiləsiz bir müharibə gedir. İmmun sisteminiz hər saniyə bədənə sizən toksinlərlə vuruşur. Bədən bütün enerjisini, bütün resurslarını, vitamin və minerallarını bu daxili müharibəyə xərcləyir. Və siz təəccüblənirsiniz ki, niyə mənim işləməyə, gəzməyə, idman etməyə enerjim yoxdur? Çünki bədəninizin bütün enerjisi daxildəki o görünməz müharibədə yanır. Bədən sizə yorğunluq siqnalı verərək deyir: dayan, mane olma, mən içəridəki yanğını söndürməyə çalışıram. Yaxşı, indi biz bütün elmi səbəbləri öyrəndik. Gördük ki, məsələ sadəcə tənbəllik deyilmiş. Mitoxondrilər
Glifmatik sistem, ferritin, D3, adrenalin, yorğunluq və bağırsaqlar. Bəs indi biz nə etməliyik? Bu dərin quyudan necə çıxmalıyıq? Həyatımızı, enerjimizi necə geri qazanmalıyıq? Sizə sabaha kimi tətbiq edə biləcəyiniz, tamamilə elmi bazaya söykənən konkret addımları bir-bir təqdim edirəm. Baxın, birinci addım, səhər günəş işığı rutini. Sabah oyandıqdan sonra ilk 30 dəqiqə ərzində telefona baxmadan çölə çıxın və ya pəncərəni açın. 10-15 dəqiqə təbii günəş işığına baxın. Bağlı pəncərə arxasında yox, birbaşa açıq pəncərədən işığa doğru. Bu nə edir? Günəş işığı gözünüzü torlu qişasına dayanan kimi beyin siqnal gedir. Gün başladı. Beyin dərhal melatonin istehsalını dayandırır, təbii kortizol stirayışı verir və sizin daxili bioloji saatınızı sıfırlayır. Məhz bu səhər işığı gecə saat 10-da melatonin vaxtında ayrılmasını təmin edəcək. İkinci addım, 90 dəqiqəlik kofe qaydası. Deməli, çoxumuzun etdiyi böyük səhv odur ki, gözümüzü açan kimi kofe aparatına tərəf qaçmaqdır. Niyə bu səhvdir? Biz gün boyu işlədikcə beynimizdə adonezin adlı bir maddə toplanır. Adonezin beynin yorğunluq molekuludur. Siz yatanda adonezin təmizlənir. Səhər oyananda bədəndə hələ də biraz adonezin qalmış olur. Əgər siz oyanan kimi kofe içsəniz, kofeini gedir adonezin restorlarını bloklayır. Yorğunluq hiss etmirsiniz. Amma 3-4 saat sonra kofeinin effekti keçəndə o təmizlənmiş adonezin 2 qat güclə reseptorlara hücum edir. Məhz buna görə saat 2-də məhv olursunuz. Həlli odur ki, səhər oyandıqdan sonra ən azı 90 dəqiqə gözləyin. Bədən öz təbii kortizolu ilə oyansın. Adonezini təmizləsin. Kofeini yalnız bundan sonra için. Üçüncü addım isə baxın belədir. Düzgün laboratoriya analizləri. Boş yerə özünüzə diaqnoz qoymayın. Yaxın bir klinikaya gedin və konkret bu göstəricilərinizi yoxlatdırın. Baxın, düzgün olanda, yəni inandığınız bir klinika. Ferritin. Ferritin nədir? Qan dəmiri yox. Məhz ferritin anbarı. D3 vitamini, 25 OH, vitamin D, B12 vitamini, TSH və sərbəst T4, yəni qalxanvari vəzi üçün. Ondan sonra aclıq insulini, insulin müqavimətini görmək üçün mütləq aclıq insulinini yoxlatdırın. Bu analizlərin cavabını götürün və peşəkar bir həkimlə məsləhətləşin. Çox vaxt sadəcə dəmir və ya D vitamini bərpa etmək insan həyatını 180 dərəcə dəyişir. Dördüncü addım, bu ən vacib amillərdəndir. Yuxu gigiyenası, göy işığın bloklanması. Yatmazdan ən az 1 saat əvvəl bütün ekranları, telefon, planşet, televizor söndürün. Əgər məcburiyyətdən işləyirsinizsə, göy işığı bloklayan xüsusi eynəklərdən istifadə edin və ya telefonunuzda night shift rejimini yandırın. Yataq otağınız tam qaranlıq və ya sərin olmalıdır. Təxminən 18-20 dərəcə arası. Qaranlıq beyninizin glifmatik sistemini işə salması üçün ən vacib şərtdir. Sonra 5-ci addım. Hidratasiya və elektrolit balansı. Bəzən xroniki yorğunluq sadəcə hüceyrələrin susuzlaşmasıdır. Gün ərzində təkcə çay, kofe içmək, su içmək demək deyil. Kofe əksinə bədəndən suyu çıxarır. Səhər oyanan kimi böyük bir stəkan suya biraz limon sıxın və ya bir çimdik təbii dəniz duzu əlavə edin. İçmək hüceyrələri anında oyadır. Yekun olaraq deyərəm ki, əziz kanalımızın izləyiciləri, bədənimiz möhtəşəm bir mexanizmdir. O heç vaxt səbəbsiz yerə bizi yormaz. Səbəbsiz yerə bizi halsız buraxmır. Yorğunluq bir cəza deyil. Yorğunluq bədənin sizinlə danışma dilidir. Bədəniniz sizə deyir ki, mənə diqqət et. Mənə verdiyin qidalara, yuxuya, stresə diqqət et. Özünüzü tənbəlliklə günahlandırmağı dayandırın. Bu gündən etibarən bədəninizin səsini dinləyin. Dediyimiz sadə addımlarla başlayın və öz sağlığınıza investisiya qoyun. Çünki enerjiniz yoxdursa, həyatınızın heç bir gözəlliyindən zövq ala bilməyəcəksiniz. Siz bu simptomlardan hansılarını yaşayırsınız? Şərhlərdə necə oyanırsınız? Sizin yorğunluğunuzun səbəbi nədir? Yuxu, stres, yoxsa qidalanma? Şərhlər bölməsində öz fikir və təcrübələrinizi yazın. Hər birini tək-tək oxuyacağam. Əgər bu video sizin üçün faydalı oldusa, videonu bəyənməyi, ehtiyac olan dostlarınızla bölüşməyi və bu kimi dərin maraqlı mövzuları qaçırmamaq üçün Hobby TV kanalımıza abunə olmağı unutmayın.
Özünüzə yaxşı baxın. Sağlamlığınızı qoruyun. Hələlik. Növbəti videoda görüşənədək.